O Əli ki, mələklər onun aşığı idi. O Əli ki, Peyğəmbər onun aşığı idi. O Əli ki, Allah ona aşiq idi. O Əlinin bu gecə yalqız qaldığı gecədir. Bu gecə nigaran idi Həzrət Əli əleyhissalam. Qızı deyə gəldi bizim evimizdə iftar açmağa. Amma gördüm halı qəribə bir haldır. Həyəcan içindədir. Gətirdim süfrəyə, çörək qoydum, süd qoydum, duz qoydum. Dedi qızım birini yığışdır. Deyim mən südü yığışdırdım, duzla çörəklə iftar elədi. Haçan görmüsən ki, aton Əli 2 dənə yemək ye. Ya çörəyi yığışdır, ya südü yığışdır. Deyir, gördüm atam yedi, sonra çıxdım evin həndərinə yuxarısına. Deyir, Əli bu gecə sənə qovuşacaq. Əlinin bu gecə ən şad gecəsidir. Gecəni yata bilmədi. Əzəmətli hadisədir. Əli öz Rəbbinə qovuşur. Bir an belə qafil olmadığı Allahına, bir an üz çevirmədiyi Allahına qovuşan anıdır bu gecə Əli əleyhissalamın. Qəribə bir haldadır. Evdən çıxır məscidə getməyə, qazlar çıxır qabağına. Deyir, bunlar mənim Nuh'a oxuyanlarımdır. Əbası ilişir qapıya, əbasını çəkir. Gəldi, girdi məscidə, gördü ki, İbn Mülcəm lənətli yatıb. Yaxınlaşır dedi ki, belə yatma, belə bədbaxtlar yatar. Dur, namaz vaxtıdır. Getdi, azan verdi. Azan verdi, gəldi, dayandı mehrabda ibadət eləməyə. Başlayır namazını qılmaq, Allahu Əkbər, ikinci səcdə İbn Mülcəm kimi lənətli Allahu Əkbər deyib əleyhissalamın başına qılınc zərbəsi yetirir. Əlinin səsi ucaldı, fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə dincəldim, nicat tapdım. Bu zaman deyə göydə Cəbrailin naləsi gəldi ki, and olsun Allaha ədalət sütunları parçalandı, Peyğəmbərin qardaşını öldürdülər. Küfənin nə halı var idi bu gecə? Eynən Mədinə necə Peyğəmbərlə vidalaşırdı, Küfə bu gecə Əli ilə elə vidalaşır. İmam Həsən, İmam Hüseyin başlarına vura-vura gəldilər, girdilər məscidə. İmam Həsən aldı Əli əleyhissalamın başın dizinə, başladı ağlamağa. Elə ağladı ki, onun göz yaşı Əli əleyhissalamın üzünə damırdı. Açdı gözünü, gördü İmam Həsən əleyhissalam ağlayır. Oğul, ağlama. Səbirli ol. Biraz keçdi, gördü ki, İmam Hüseyin əleyhissalam qucaqlayıb Əli əleyhissalamın ayağını ağlayır. İmam Həsənin səsinə gözünü açdı, İmam Hüseyin ağanın səsinə. Dedi, oğul, səbirli ol, ağlama. Amma elə ki, gördü Zeynəb ağlayır da, Əli əleyhissalam özünü saxlaya bilmədi orada. O da Zeynəbin səsinə səs verdi, başladı ağlamağa. Özün o vaxta qədər saxlamışdı, amma Zeynəb ağlayanda Əli əleyhissalam da dayana bilmədi. Səsin verdi, Zeynəbin səsinə başladı ağlamağa. Qoydular bir palazın kilimin arasına aparırlar. Gətirdilər qatilinin yanına İbn Mülcəmin. Dedi, məni niyə vurdun? Məgər mən sənə pis imam idim? Pis imam olmuşdum. Deyirlər, bəlkə də onun halına yandığı üçün bu sözü dedi ki, bəlkə ürəyi yumşala tövbə eləyə bu sözlərlə. İbn Mülcəm də başa düşdü ki, Əlinin yenə rəhməti cuşa gəlib. Dedi, ən bədbəxt adama sən necə nicat verə bilərsən? Məndən üz çevir, sən mənə da necə nicat verəcəksən? Evə gətirən dedim, məni qapının ağzında qoyun ki, Zeynəb məni bu halda görməsin. Birdən ürəyi pis olar, birdən ürəyi daralar. Gətirdilər evə, Əsbəq ibn Nübatə çox yaxşı dostlarından Əli əleyhissalamın. Deyir, qapının ağzında dayanmışıq, evdən ağlamaq səsi gəlir, evdə ağlayırlar, biz də çöldə ağlayırıq. Səsimizi qoşuruq Zeynəbin səsinə, Həsənin, Hüseynin səsinə. Bu məqamda İmam Həsən çıxdı, dedi, gedin dağılışın evimizə. Ağa istəyir ki, gedəsiz, burada narahat dayanmayın. Deyir, hamı getdi, Əsbəq deyir, mən gedə bilmədim. Dayandım. Yenə ağladılar, yenə ağladım. İmam Həsən çıxdı, dedi, demədim, get, dedi, ağa, and ol Allaha, ayağım getmir. Ağamı görməsəm getmək istəmirəm. Getdi, dedi, Əsbəq gəl içəri, ağa icazə verdi, gəlib görəsən. Deyir, girdim, nə mənzərə gördüm, sarı dəsmalla alnını bağlayıblar, dəsmalın rəngi ilə üzünün rəngi bir-birindən seçilmir. Deyir, dizim büküldü, düşdüm yerə, ayaqlarından öpüb ağlayıram. Birdən gözün açdı, baxdı mənə, dedi, Əsbəq ağlama, and olsun Allaha cənnətə gedirəm.
Deyir, dedim, ya Əmir əl-Möminin, bilirəm cənnətə gedirsiniz, amma öz günümüzə ağlayırıq ki, sizin qədrinizi bilmədik, nə pis ümmət olduq sizə. İmam Həsən süd gətirdi, Əsbəq deyir, baxdı südə, dedi ki, əsirimə vermişsiniz, İbn-i Mülcəmə vermişsiniz, apar əvvəl o içsin, sonra südü mənə gətir. Elə bu vaxtı qapı döyüldü, İmam Həsən çıxdı qapıya. Gördü Küfənin yetim uşaqları əllərində qab içində süd dayanıblar. Ağa dedi, siz kimsiz? Dedi, ağa biz Küfənin yetimləri. Hər gecə ağamız bizə yemək gətirərdi, bugün gəlmədi. Soruşduq, dedilər, ağanı vurublar. İndi biz gəlmişik ağamızın ziyarətinə. Bu gecə yetimlər ağladı, çünki yetimlərin atası dünyadan köçür. Biz də bu ümmətin yetimləri üçün ki, Peyğəmbər buyurur, Ənə və Əliyyun əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin atası yox. Bu ümmətin yetim qalan gecəsidir, yetim qalan günüdür. İlahi, səni and verirəm Əlinin məzlumiyyətinə, Əlinin balalarının evlərindən ucalan nalələrə. Səni and verirəm bu gecə xanım Zeynəbin atavay naləsinə, İmam Hüseynin, İmam Həsənin atavay səsinə. Bizi bu gecə öz evindən əli boş naümid yola salma.